Salam hanımlar, kanalıma hoş geldiniz. Sizin için yeni bir video hazırladım. Bu video bitenler videosu olacak. Uzun zamandır bitenleri çekmediğim için bu kadar biten məhsulum toplanıb. Mən özüm biten məhsulları, yəni bitenler videolarını izlemeyi çok sevirəm. İnşallah siz de sevirsiniz. Eğer sevirsinizsə, elə isə başlayaq. Məhsullar çox olduğu üçün tökmək istəmirəm, seçə bilmirəm. Əlimə gəldiyi kimi çıxardacağam. Yəni sıralamaya fikir verməyəcəm. Başlayaq. Birinci Pantene'in bu maskası, ama hansı saçlar üçün nazik, zədələnmiş saçlar üçün olan maskası. Bu mənə hədiyyə idi. Ona görə yəni saçıma uyğun değildi. Mən bunu epilyasiyada istifadə elədim və epilyasiyada ümumiyyətlə, yəni işlətmədiyiniz saç maskalarını epilyasiyada istifadə eləsəniz mükəmməl nəticə alınır. Mükəmməl, heç bir allergiya, heç bir narahatçılıq, heç bir şey buraxmır. Yəni bütün o negativləri aradan qaldıracaq məhsullardır maskalar epilyasiya üçün. Yəni siz də istifadə eləsəniz ciddən də böyük fərq eləyir. İkinci La Petite Marseillaise. Onun normal saçlar için olan şampununu bitirdim. Bu şampunu sadece saçma kremler, yağlar vurduğum zaman istifadə edirəm. Yəni normal şampununu istifadə edirəm o zaman. Bu yağlar təmizlənsin deyə bol-bol şampun istifadə edirəm. Bunu o zaman istifadə edirəm. Yəni bir nəticəsini görürəm. Yəni o həmin vaxtlar onsuz da yağ istifadə etdiyim üçün saçım yaxşı vəziyyətdə olur. Estee Lauder'ın Time Zone, Advanced Time Zone bu üz kremini bitirdim. Bu məndən setdən çıxmışdı. Həm üz kremi var, həm göz kremi, ikisini də bitirmişəm. Gel kimi teksturası var idi, qalmayıb içində. Gel kimi teksturası var idi və tez hopurdu üzə, çox yaxşı nəticə verirdi, yaxşı nəmləndirirdi. Yəni çox bəyəndim, amma təkrar alacağım məhsul deyil, çünki yoxlamaq istədiyim bir çox məhsullar var və yavaş-yavaş orqanik Koreya məhsullarına doğru yönəlirəm. Koreya məhsullarını daha çox bəyənirəm. Həm qiymət, həm performans baxımından. Klinikin belə bir üz yuma gelini qutardım. Əslində üz yuma sabunudur bu. Yağlı dərilər üçün. Yağlı dərilər üçün bunu yəni çox bəyənərək istifadə elədim, amma təkrar alacağım məhsul deyil. Çox bərəkətli məhsuldur. Bakıdan da hər yerdə tapa biləcəyiniz məhsuldur. Klinikin kampanyaları olur. Çox vaxt kampanyalarında alsanız daha yaxşıdır. Çox bəyəndim. Sadəcə təkrar almayacağım, çünki yoxlamaq istədiyim çox məhsul var. Çistaya liniyanın bu skrabını, ərikli skrabını bitirdim. Yəni bunu təkrar alacağım. Bunu duşda istifadə edirəm. Yəni unutmayın, bir yerində çox məhsul olur. Bəzi məhsulları duşa qoyuram ki, yəni unutmayım, orada daimi istifadə edeyim deyə. Bunu da duşda istifadə elədim, bitirdim. Yəni çox razıyam. Əlimdə bir-iki məhsul daha var. Onlar heç olmasa yarıya insin, mütləq təkrar alacağım məhsuldur. Belə bir Colgate-in diş macununu bitirdik. Yəni bu macunlarda xüsusi axtardığım bir şey yoxdur. Hər dəfə hansı denk gəlsə, hansı endirimdə olsa, hansı kampanyalı olsa o şəkildə alıram. Yəni mənim dişlərim onsuz da qapaq olduğu üçün yəni böyük bir fərq eləmir məndə. Duru'nun belə bir sabununu bitirdim. Bu sabunu sadece kistlərimi yumada istifadə edirəm. Bu sabunu sabun qabında saxlayıram. Sadece kistlərimi yuyanda. Yəni, sabunlarla məncə kistlər daha təmiz yuyulur. Kist, sabun və barmağa keçirilən xüsusi silikonum var. Onunla kistlərimi çox daha tez və təmiz yuya bilirəm. Kistlərimi yuma videosu hazırlayacağım inşallah sizin üçün. Organik Shop'dan mangolu və aprikotlu bu Organik Shop'dan üz pilingini bitirmədim. Yəni heç çox 4-5 dəfə istifadə elədim, amma vaxtı keçib, yəni uzun zaman da orada qalıb. Artıq 5-ci ay 2015 vaxtı son tarixidir. Ona görə atıram. Yəni piling əslində elə bir təsiri yoxdur. Krem kimidir. Krem kimi teksturalıdır. Sonra üzünüzə saxlayırsınız bir müddət, sonra yuyursunuz. Yəni şey deyil, diyircəkli deyil. Çox bəyənmədim. Yəni nə işə yaradığını tam çözə bilmədim. Yoldaşımın bitirdiyi Rexona bunun haqqında sizə tez-tez, yəni bunları bitənlərdə göstərirəm. Çünki əgər siz də yoldaşınız üçün xüsusi bir şey axtarırsınızsa, baxın deyə. Mənim yoldaşım artıq bunu 10 ilə yaxın istifadə edir, onun dediyinə görə və çox razıdır. Bunun üzərinə bir çox məhsul istifadə edib və razı qalmayıb. Sonra Yevraşe'den Repair adlı bu şampununu bitirdim. Bu şampundan çok razıyım. Ben bunun içine bir neçə damla argan yağı da damlatmışdım diyem eləydi. Başqaları razı olmayan bəzi insanlar olur. Amma mən çox razıyam. Çox razı qaldım. Çox bəyəndim.
tekrar alacağım məhsuldur, amma əlimdəki şampunlar bitdikdən sonra. Bioksinin, yoldaşımın bitirdiyi Bioksin saç tökülməsinə qarşı şampun heç bir təsir yoxdur. Sadəcə saçları sərtləşdirir və tündləşdirir. Bu saçı çox göstərir. Yəni yeni saç çıxması ilə bağlı heç bir təsiri yoxdur. Şəlalənin bu asetonunu bitirdim. Pis deyil, qoxusu xoşuma gəlir, amma bərəkətsiz məhsuldur. Çünki yəni bir neçə dəfə, bir neçə pompaya ancaq bir əlin dırnaqlarını təmizləmək olur. Ona görə biraz bərəkətsiz məhsuldur. Vazilinin belə bir kremini bitirdim. Bunu bilirsiniz, mən ya dirsəklərimdə ya da topuğumda istifadə edirəm. Razıyam. Faberlic'in şampun для глубокого восстановления волос. Yəni saçı bərpa edən, yəni tökülməsinə qarşı olan bir şampundur, amma heç bir təsirini görmədim. Papinin belə salfetkaları, bilirsiniz, mən bu salfetkaları çox bitirirəm. Yəni bunu mən toz təmizləmədə ya da uşağın tökdüklərini təmizləmədə istifadə edirəm. Həm çoxdur, həm münasib bir qiymət, həm də qurumur. Ona görə çox istifadə etdiyim məhsuldur. Bu disk pambıqları burada marketdən almışdım. Buna razıyım. Kənarları dikişlidir, aralanmır. 120'lidir, 1 manat neçə qəpikdir. Benri'nin bu 4 günc pambıqları da bu çox geniş olduqları üçün, yəni demək olar ki, bütün üzə bəs etdikləri üçün, yəni bir dənəsi bütün üzə bəs edir, gözlər xaric. Yəni bundan da razıyam. Çox sevdiyim və bitdiyinə üzüldüyüm Faberlic'in Sensitive Skin adlı bu köpüyünü bitirdim, amma bu deyəsən seriya artıq kataloqdan qalxıb. Ümumiyyətlə çox sevdiyim məhsullar çox vaxt kataloqdan qalxmış olur. Faberlic tez-tez seriyaları dəyişir və mən buna çox üzülürəm. Yəni bir seriyaya alışıram, o seriya tamamilə qaldırılır. Bundan çox razıyam. Kiminsə əlində varsa, satışda varsa mənə xəbər eləsə sevinərəm. Miss O'nun Oriflame'in belə bir dokusunu bitirmişəm. Yəni bunun qoxusunu çox sevirəm. Bu nə vaxtdan qalıb bilmirəm. Şkafımda qalmışdı. Biraz paltarlara tökdüm. Biraz yuyulmuşlara tökdüm. Biraz paltarlara tökdüm. Biraz da üstümə tökdüm. Bir həftəyə tamamən bitirdim. Çünki çoxdanan qalmışdı. Bilmirəm, yəni xarab olar da olmazdım. Çoxdanan qalmışdı. Amma bunun qoxusunu çox sevirəm. Bilmirəm bu seriya satılır, satılmır. Ümumiyyətlə Oriflame'də hal-hazırda nə satılır bilmirəm. Amma oradan maraqlı gələn məhsullar var mənə. Yəni kataloquna baxmaq istəyərəm. Pantene'in bu sevgi yaşadığım bu balzamından danışım sizə. Bu balzam əslində mənə hədiyyə verilmişdi. Woman'ın bir yığıncağı var idi. Orada bizə bu set şəklində hədiyyə verilmişdi. Şampununu bitirdim. Balzamın maskasını epilyasiyada istifadə elədim. Amma balzamı dedim mənim saçıma uyğun deyil. Çünki nazik saçlar üçündür. İstifadə eləmədim. Qaldı kənarda. Amma bir gün, günlərdən bir gün balzamın bitdiyi zaman baxdım əlimdə bir tək bu var. Dedim nə olacaq, bir dəfə ilə bir şey olmaz. İstifadə elədim və o qədər razıyam ki bundan. Bu mənim saçıma uyğun olmasa da, yəni təkrar alacağım məhsuldur. Yəni öz saçıma uyğunu deyil, yenə gedib bu məhsulu alacağım. Çünki çox razıyam. Ən lazımsız şampunlarımı belə mənim belə saçımı adam içində çıxılası vəziyyətə saldı. Çox razıyam. Çox bəyəndim. Yəni marketdə satılan bir məhsulun, marketdə yəni hər kəsin əli uzanacaq bir məhsulun bu qədər keyfiyyətli olmasını çox bəyəndim. 2 dənə Head & Shoulders'dan bu şampunları bitirdim. Bunları aralarda istifadə edirdim. Yəni şampunlara saçım alışmasın deyə. Bir şampunlar deyil. Biri saç tökülməsinə qarşı, biri ikisi bir arada основной уход. Yəni ikisini də aralarda istifadə edirdim. Ona görə daimi istifadə etmədiyim üçün nəticəsini çox görmürdüm. Amma o rezil, bərbat şampunlardan deyil. Yəni mənim əlimdə o Desert Essence firmasının deyəsən o qədər bərbat bir şampunu var idi ki, indi də biri sonu qalıb. Yəni onu böyük ehtimal bir şəkildə maskalarla istifadə edib bitirəcəm. Yəni ondan şampunla saçınızı yuyursunuz, daha balzam vurmamışsınız. Əlinizi saçınıza vurursunuz, sanki saqqız kimidir saç. Bunlarda elə bir şey yoxdur. Normal şampunlardır. Yəni istifadə edə bilərsiniz. Yer qalmadı ya burada qoymağa. Clear'in Protiv Perxiti şampunu. Bunu Gürcüstandan almışdım. Yaxşı şampundur. Qoxusu da qəşəngdir. Normal şampundur. Yəni təkrar ala biləcəyim bir şampun deyil hər halda.
Əlimə gəldiyi kimi göstərirəm deyə biraz baş ayaq olur, fikir verirəm. Bu kirpikləri atıram. Bu kirpiklər heç bir şey yaramır. Bunları eBay-dən zakaz vermişdim. Amma hər halda mən səhv almışam, bilmirəm. Yəni bunlar gözün quruluşunu alacaq deyil. Bunlar jelatin kimidir. Yəni dümdüz durur. Yəni bunu nə əyə bilirsən, mən qoya bilmirəm, düzdür. Yəni mən kirpik qoya bilmirəm, amma yəni bu qədər də olmamalıdır məncə. Biraz daha keyfiyyətli kirpiklər almalıyam yəqin ki. Elə də kirpiklə belə bir marağım yoxdur, amma aralarda istifadə etmək üçün yeni kirpiklər almam lazımdır. Express Lotion Garnier'in bu ikisi bir arada olan göz makyaj təmizləyicisi. Normalda mən bu göz makyaj təmizləyicisindən razı idim. Niyəsə də bərəkətli məhsul idi. Normalda mənim bu məhsullarım çox tez bitir. Bu çox normal məhsul idi. Bunu maskadan almışdım deyəsən. Hər şey normal idi, amma sona yaxınlaşanda bilmirəm yağ, o su balansı mı dəyişdi deyə, amma axırlara çatanda mənim gözüm çox yandırdı. Sonları qalmış, artıq onu fırça təmizliyində istifadə elədim, atdım. Yəni sonları gözümü incitdi. Çünki uzun müddət qalmamışdı. Yəni 2-3 ayda istifadə edirdim, amma sonları deyəsən balansın dəyişdiyi üçün, yağlılığı çox qaldığı üçün ola bilər ki, gözümü yandırdı. Clarisonic-in bu üz yuma gelini bitirdim. Bu Clarisonic ilə birlikdə istifadə edirdim. Yəni indi normal gelindən istifadə edirəm. Yəni heç bir böyük dəyişiklik hiss eləmirəm. Mənə elə gəlir ki, yəni bu şərt deyil. İstənilən yüz yuma gelindən, yəni üzünüzə düşən üz yuma gelindən Clarisonic istifadə edə bilərsiniz. Sonlara gəlirik deyəsən. Benri'nin lak quruducusu, yəni bu böyük bir təsiri yoxdur. Lak 10 dəqiqədə quruyurdusa, bunun təsirindən 9 dəqiqədə quruyur. Plus da ki, yağlılıq qalır bu tırnaqlarda, ona görə çox sevmədim. Lapitaqın ayaq baxım kremi, yəni bilirsiniz, bundan bu 4-cü, 5-ci qutardığım son zamanlar işimə yaramır. Sonuncuydu, bitdi, canım qutardı. Sonra bu Body Butter, hansı Makrovita. Bunu gözəllik sərgisində vermişdilər bunları. Yəni pis yağlar deyil, pis kremlər deyil, bədən kremlərdir, amma Azərbaycanda yoxdur bunların satışı. Aroma Collection-dan bu bədən kremləri yaxşı tez hopulur, bir problem yoxdur, amma təkrar alacağım məhsullar deyil. Bu Skin Food'un üst kremi, bunu çox bəyəndim. Göz kremi, bu 2-3 dəfəyə istifadə olundu məndə, çox bəyəndim. Hətta yəni əlimdəki kremlər bitərsə, təkrar ala biləcəyim məhsuldur, tam boyunu ala bilərəm. Sonra Tamatox maskası, mən bunu belə onlu şəkildə aldım. Bunun bir dənəsi 2 dəfəyə ya da 200-ə bəs eləyir. Bundan əslində normalda razı qalardım. Amma bunu o qədər şişirtdilər ki, mən bundan o qədər böyük təsir gözlədim. Normalda istifadə etdiyim maskaların içində ən yaxşısıdır. Amma o danışılan qədər gözəl bir maska deyil. Sadəcə üzü ağardır, nəmləndirir, hamarlaşdırır. Yəni dediyim şeylər əslində önəmli şeylərdir, amma belə wow deyəcək effekt deyil. Amma normal maskalardan daha yaxşı nəticə görürsünüz. Məncə siz də belə tester boylarını alın, istifadə edin, ondan sonra tam boyunu alın. Yoxsa siz də mənim kimi məmnun qalmayacaqsınız. Acuvue Oasis'in bu altılı linzaları hər biri 1 aylıqdır bunların. Normalda yəni linza hər gün çıxardıb taxmaqdan ərinən ya da çətinlik çəkən insanlar, daim əlini gözünə salmaq istəməyən insanlar üçün bu 1 aylıq linzalardır, nəfəs alan linzalardır. 1 ay boyunca yəni bugün taxırsan, yəni həftədə bir dəfə çıxartmaq şərtindən 1 ay boyunca taxırsan, sonra atırsan zibilə, yenisini istifadə edirsən. Bu çox sevdiyim linzalardır. Flor'un bu linerini Halloween makyajında istifadə elədim. Bitdi. Yəni onun üçün almışdım. Sonra Cotton'un belə bordo renk lakı. Yəni bunu çox bəyəndim. Əgər dırnağımda şəkli varsa kənara qoyacağam. Çox ən sevdiyim bordodur. Amma heyif ki, keyfiyyəti o qədər yaxşı deyil. Həm tez qurudu, həm də ki tez qırılırdı. Yəni uçları. Heç demək olar ki 2 gün qalmırdı. Amma rəngi tam mənim istədiyim bordodur. Bu sponjları bilirsiniz. Bu sponjları tez istifadə edirəm, atıram. Yəni Clarisonic istifadə etmədiyim günlərdə bu sponjları istifadə edirəm. Ups. Rimmel London'ın bu base coatunu istifadə edirəm lakın altından. Yəni bu çox razı qaldığım məhsuldur. Yenisini açmışam. Bu artıq bitib, dibi qatılaşıb, yəni vurmaq olmur. Bundan çox razıyam. Yəni məsləhət görəcəyim bir base coatdur. Heç bir şəkildə lakların dırnağı boyamasına izin vermir. Səs üçün üzr istəyirəm. Bu Koreya məhsullarına, yəni Namu'dan aldığım bu göz kremi bu hansı firmaya aiddir bilməm, çünki bunun heç bir şəkildə ingilisində adı yoxdur.
Hansı firmaya məhsuldur bilmirəm, amma 50 milli olduğu üçün mən bunu bəlkə də 1 ilə yaxın ancaq qurtardım. Amma razı qaldığım məhsul idi. Təkrar alacağım məhsul deyil. Bu Style Master'in kisti. Bu şəkildə də Style Master'in kistləri haqqında bir video hazırlamaq istəyirəm. Çünki razı qalıb qalmadığımı sizə o videoda izah edəcəm. Yəni dəyər almağa yoxsa dəyməz. Nivea'nın bu lip balmı, bunu mən bitirə bilmirdim. Lap dibi qalmışdı. Oğlum sağ olsun, barmağını salıb bütün məhv edib mənim yerimə bitirib ki, digər lip balmlarımı istifadə edeyim. Sağ olsun mənim oğluşum. Bu linerdə eBay-dən zakaz vermişdim. Bunu da Halloween makyajında istifadə edəcəydim. Onun da şəklini kənara qoyacağım. Mega liner bu zərli olandı məndə. Ona görə bunu heç istifadə eləmədim. Neçə vaxtda da yatırdı. İndi atıram getsin. Zərli olduğu üçün çox mat qara deyil. Belə çox qəribə bir rəngdədir. Estee Lauder'ın Time Zone göz kremi. Bundan da çox razıyam. Amma Koreya məhsullarına keçdiyim üçün artıq bunu təkrar alacağımı düşünmürəm. Bir fırça, bu qaşlarımı və kirpiklərimə yağların vurulmasına istifadə edirəm. Və ən son yenə testerlar. Bu testerlardan göstərmişəm. Yenə Garnier'in saç kremi, yəni saç boyalarından çıxan kremi. Bilirsiniz ki, mən bunlardan çox razıyam. Və Sleeping Mask, bu da şeydən Koreya məhsullarına zakazlarımdan çıxmışdı. Çox razıyam. Ümumiyyətlə Sleeping Maskları sevirəm. Yəni gecə yatıb, yəni maskanı vurub gecə yatıb səhər yumaq, yəni ya da tərsinə. Bilmirəm, üzü çox yaxşı nəmləndirdiklərini düşünürəm. Body kremi göstərdim. Bu kremi göstərdim. Belə. Bitirdiklərim bunlardır. Video uzun çəkə bilər, yarıda bölə bilərəm, tam da verə bilərəm, bilmirəm. Əgər sizin də istifadə etdiyiniz məhsullar varsa, aralarında bəyəndiyiniz və yaxud da bəyənmədiyiniz və yaxud mənim bəyənmədiyim, sizin bəyəndiyiniz məhsullar varsa, aşağıda qeyd etməyi unutmayın. Yoxlamağımı istədiyiniz məhsullar varsa, onları da aşağıda qeyd etməyi unutmayın. Videomu bəyəndinizsə, like düyməsini sıxmağı unutmayın. Mütləq kommentariya yazmağı unutmayın. Kommentariya yazdıqca aramızda kontakt olduğunu düşünürəm. Yəni kommentariya yazsanız sevinərəm. Kanalıma mütləq abunə olun. Çünki mənim bu qədər izləyicim var, amma niyəsə kanalımda abunəçim çox azdır. Yəni abunə olsanız sevinərəm. Yeni videolardan xəbərdar olmuş olarsınız. Instagramda 3 bacı səhifəsini də izləyə bilərsiniz. Orada daha aktivəm. Günlük hər bir şeyi orada paylaşmağa çalışıram. Belə vaxtınızı aldım, sizi yordum. İnşallah yeni videolarda sizlə bərabər olmaq ümidi ilə. Görüşərik.